Qurbanberdiyev Turan Tovuzun azarkeşlərindən üzr istəyib. O, keçən həftə Kəpəzlə oyunda etdiyi hərəkəti emosional və yolverilməz adlandırıb və azarkeşlərə müraciət edib. Sağ olsun ağsaqqal başa düşür ki, azarkeşlər haqlıdırlar və komandanın baş məşqçisi özünü belə aparmamalıdır. Ümumiyyətlə, Azərbaycana gələn hər bir xarici və futbolçu olsun və yaxud da məşqçi olsun, başa düşməlidirlər ki, bura yaxşı pul qazanmağa gəliblər və amma özlərini də yaxşı mənada göstərməlidirlər. Əgər meydandan hər bir insan qovulursa, bu çox xoşa gəlməyən haldır. Məsəl üçün, Sabahın baş məşqçisi Valdas Dambrauskasa sual veriblər, Neftçi Qarabağ oyununun təxirə salmasının ona necə təsir etdiyini. O da biraz emosional çıxış edib ki, məni əsas mənim komandam maraqlandırır. Bu, bəzi adamlarda biraz qıcıq yaradıb. Bu, normal bir haldır. Xarici məşqçidir, onu bura sabah üçün çağırıblar və o, bu suala əgər cavab vermək istəmirsə, o sualı ona verməyin mənası yoxdur. Bu, onun şəxsi işidir. Xatırlayıram ki, vaxtilə Sabahın başqa bir məşqçisi, məşhur Murad Musayeva da hər oyundan sonra eyni sualı o qədər verdilər ki, axırda hissləndi, dedi ki, siz mənim qapıçım haqqında nə qədər eyni sualı verirsiniz? Bu, mənim şəxsi işimdir də, kimi oynadacam.